Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında Temudan pulsuz şəkildə aldığım bəzi məhsulları sizlərə kutu açılımı eləmək istəyirəm. Temu ortaqlıq proqramından qazandığımız ödənişlərlə bəzi məhsullar almışam. Dostlar, bu şəkildə bu kutuda gəlib birazdan hamısını sizlərə açıb göstərəcəm və istifadə edib bir-bir sizlərə bu kutudakı içindəki nələr var hamısını göstərəcəm. Əgər Temu ortaqlığı haqqında məlumatınız yoxdursa, yəni Temu Affiliate proqramı haqqında məlumatınız yoxdursa, bu videoların açıqlamasında bölməsinə əlavə etmişəm və yaxud da kartlar bölməsinə əlavə etdiyim linkdən həmin videoyu izləyə bilərsiniz və yaxud da necə pul qazanmaq olar, Temudan necə pul qazandım və Temudan bir gündə 132 manat necə ödəniş aldım, bunlar haqqında sizlərə məlumat vermişik. O videolarda izləyib siz faydalana bilərsiniz. Bu şəkildə kutuda gəlir. Temuda standart bildiyiniz kimi belə kutuda gəlir. Dostlar, əslində bu çəkilişlər üçün bəzi işıqlar sifariş vermişəm və fərqli məhsullar sifariş vermişəm. Yəni sizlərə göstərmək üçün. Çox uzatmadan kutunun içərisindən baxaq, nələr çıxır. Sizlərə göstərmək istəyirəm. İlk öncə böyük kutuda belə bir işıq almışam dostlar. Yəni ki, bu şəkildə kutuda gəlir. Baxın, kamerada göstərim sizlərə yaxından. Üzərində yazdığına görə, yəni ki, fərqli rəngləri var. İstəsəz bunu telefondan da idarə edə bilirsiniz. Yəni ki, fərqli rənglərdən pultu da var üzərində. Bu şəkildə üzərində pultu da gəlir. Kutunun içərisində var. Sizlərə göstərim. Belə bir pultu gəlir üzərində. Yəni bu pultla da idarə edə bilirsiniz dostlar. Bunu biraz kənara qoyaq, baxaq görüm içərisində nələr var. Bunun içərisini açaq. Baxaq görüm bunun içərisində nələr çıxır dostlar. Yəni dekor üçün adətən istifadə olunur. Belə bir işıqlardır. Baxın, kamerada göstərim. Əslində biraz mən gözləyirdim. Amma yəni ki, çox balaca gəldi. Düzdür, şəkildə alanda fikir verin. Alan adamlar videosunun şəkillərini çəkir. Amma yəni ki, məhsul da çox keyfiyyətsizdir. Yəni detalı çox keyfiyyətsizdir həqiqətən. Yəni siz bir damcı bunu əlinizlə baxsaz bir balaca sınacaq. Elə bir məhsuldur. İçərisində LED işıq istifadə olunub. Belə bir məhsuldur. İkisi də ki bu şəkildə gəlir və iki dənə belə bunu qoymaq üçün plasmas qabı gəlir. Belə baxın. İçərisindən başqa nələr çıxır baxaq. Bir də ki, kabeli gəlir. Yəni ki, USB ilə işləyir. Qoşmaq üçün belə kabeli gəlir. Baxın. Yəni başqa da heç nə yoxdur. 2 dənə də kitabçığı var. Başqa da heç nə yoxdur. Bir də ki, qeyd edim ki, bunu telefona qoşa bilirsiniz. Biraz kameranı yaxından göstərək. Yəni telefona QR kodla oxutdurub bunu siz fərqli rənglərdə istifadə edə bilərsiniz. Yəni ki, bu pultunda fərqli rənglər var, amma detallı bir şəkildə siz istifadə edə bilərsiniz. Hansı ki, bunu mahnıya uyğun olaraq hərəkətləndirə bilərsiniz. Yəni üzərində yazıb fərqli funksiyaları var. Bu şəkildə indi birazdan telefona da yükləyərik proqramını və nə işə yarayır, hamısına bir-bir baxarıq. Yəni fərqli dillərdə belə analiz istifadə qaydasını sizlərə göstərib. Bir də ki, burada telefona qoşma qaydası var. Bu həmin kitabçığa baxaraq telefona qoşa bilərsiniz. Yəni necə qoşmaq olar telefona? Bunu siz baxa bilərsiniz dostlar. Baxın bu şəkildə. İndi mən bunu tez bir şəkildə qoşmaq istəyirəm. Baxaq ki, nə işə yarayır. Belə altına qoymaq üçün belə plasmas qabları gəlir. Bir də ki, bunu taxaq yerinə. Yəni bu şəkildə taxırsınız. Ən aşağıda da ki, Type-C girişləri var. Type-C girişindən bu kabellərə qoşursunuz kabelləri. Yəni ki, USB kabellə işləyir dostlar. Yəni ki, USB girişi ilə işləyir. Deyim sizə məlumatınız olsun. Hər hansısa bir USB dəstəkləyən bir qurğuya taxa bilərsiniz. İşıqlarımız belə işə keçdi. Baxın, fərqli rənglərdə. Bu da yəni standart düymələrdir. Powerdir, söndürmək, yandırmaqdır. Yəni belə qurğuları var. Yəni mən yandırmışam. İndi hal-hazırda aktiv bir şəkildədir. Burada fərqli rəng seçənəkləri var. Baxın, istədiyim rəngə çevirə bilirəm. Yəni hansı rəngə istəsəz bunu çevirə bilirsiniz. İstəsəz qırmızı rəngdə, istəsəz belə bir effekt də verə bilərsiniz. Yanıb sönən effekt. Mahnıya görə istəsəz qırmızı rəng istifadə edə bilərsiniz. İstəsəz yəni belə bir şey də edə bilərsiniz. İstəsəz işığını gürlaşdırıb, yəni gücləndirib işığını azalda bilərsiniz.
Yəni belə fərqli bir seçənəkləri var. Bir də bunun telefon üçün proqramı var. Onu da tez bir şəkildə telefonuma yükləyim. Yəni bu da çox sadə bir şeydir. Telefonu oxutdurursunuz və bunun proqramı yüklənir. İndi tez bir şəkildə bir dənə QR kodla bunun telefon proqramını yükləyək. Göstərmirəm. İndi yaxınlaşdırım kameradan baxın. Yəni sadə bir prosesdir, onun üçün göstərmirəm. Proqramını yükləyirsiniz. Adətən 118 megabayt yeri var. Yəni proqramına baxaq görək nə kimi effekt verir. Düzdür, assosiasiya materialından çox xoşum gəlmədi. Yəni material çox zəifdir. Temuda belə məhsullar çox satılır əslində. Amma yəni bunu fikir verin. Yəni bu məhsula çox bahadan da satan var. Mən bəzi orada satıcılar gördüm. Yəni 20 manat, 18 manata satanlar var. Həqiqətən o qiymətə dəyən məhsul deyil dostlar. Yəni bunu burada sizlərə qeyd eləyim. Yəni ki, adətən daha ucuz kuponla əldə eləsəz daha yararlı olar. Yəni bu məhsulun qiyməti o deyil. Onun üçün də diqqətli olmaq lazımdır ki, çox bahadan satmasınlar məhsulları. Yəni bunların biraz professional versiyaları da var. Yəni ki, hansı ki daha uzun şəkildə, daha professional versiyaları var. Onlar biraz baha olur dostlar, qeyd eləyim. Proqramı yükləndi. Açaq görək bunun proqramı necə işləyir. Burada next deyirəm. Proqram qoşulmağı da sadədir. Onun üçün də heç telefonda sizlərə göstərməyəcəm dostlar. Yəni ki, həqiqətən çox sadədir. Burada ekranda plus düyməsi çıxır. Baxın, yəni ki, plus düyməsindən hansısa bir məhsul əlavə edirsiniz. İcazə et bölməsini sıxırsınız. Bluetooth-la qoşulur. Qeyd edeyim ki, telefonunuzun Bluetooth-unu aktiv eləyib, əlavə etdik tez bir şəkildə. Burada baxaq dostlar, baxın, fərqli rənglərə çevirə bilirəm. Burada rəng seçənəkləri var. Kameradan bilinir, bilinmir, baxın, bilmirəm. İstəsəz işığını da artıra bilərsiniz və ya da mahnı da yükləyə bilərsiniz. Hər hansısa bir mahnı yükləsəz, həmin mahnıya uyğun hərəkət eləyəcək. Yəni işıq ona uyğun hərəkət eləyəcək. Baxın, gördüyünüz kimi burada fərqli seçənəklər var və ya da telefon mikrofonu da qoşa bilərsiniz. Mikrofon qoşduqda baxın. Ona uyğun hərəkət eləyir. Fərqli bir şey varmı? Rəngləri dəyişdirə bilirsiniz. Yəni buradan istədiyiniz rəngi qoya bilirsiniz. Yəni dekor kimi istifadə edənlər, adətən PlayStation oynayanlar, bunlara yaxşıdır. Yəni ki, istədiyiniz rəngdə qoyub özünüzə dekor kimi. Bir də işıqları söndürüb baxmaq istəyirəm bunun effektinə dostlar. Baxaq görüm nə kimi effekt verir. Bir də burada mənim softboxum var. Onun işığını söndürmək istəyirəm. Ortam alındı. Baxın görək buradan necə görsənir. Yəni mən bəyəndim açıqcası. Yəni qiymətinə görə yaxşıdır. Sadəcə materialı çox pisdir. Yəni pul vermək istəsəz mən deyim ki, buna maksimum verərəm. 6-7 manat arası ödəniş eləyərəm. Yəni ən uzağı 10 manat da, yəni ki, belə düşür buna. Çünki 10 manatdan yuxarı buna ödəniş eləmək məncə məntiqsizdir, mənim şəxsi fikrimdir. Yəni belə bir məhsuldur. Başqa da bir seçənəyi yoxdur. Yəni videolar yükləyə bilirsiniz, partilərə uyğun burada seçənəklər var. Baxın. Yəni ki, belə yanıb sönən effekti var. Bu məhsulumuz da bu şəkildədir. Keçək növbəti məhsulumuza, baxaq görək həmin məhsulumuz nədir. Dostlar, növbəti məhsullarımıza, bunlar da əslində işıqdır. Düzdür, indi dalbadal işıqlar zakaz vermişik. Belə qutuda gəlir. Bunlar prosto bu əvvəlkindən fərqli oldu ki, bunlar lampa şəklindədir. 2 ədəd vurmuşam, hərəsi fərqli rəngdədir. Kamerada biraz yaxınlaşdırım, görəsiniz ki, necədir. Baxın, belə bir məhsulluq qutuda gəlir. Çox ucuzdur qiymətləri. Yəni ki, qiymətini ekrana əlavə etmişəm. Fərqli rənglər var. Bu da proqramla əlavə olunur. Qeyd edim ki, yəni ki, proqramla da istifadə edə bilirsiniz bu şəkildə. Digər də belə fərqli üzərində rəngləri var. İlk öncə bunları açmaq istəyirəm. Baxaq görüm içərisində nələr çıxır. Bunları əslində studio üçün almışam, yəni ki, burada çəkilişlər üçün almışam. Bilmirəm əsas necə effektlər verəcək. Bu, belə göy şəklində gəlir, rəngi, baxın. Kamerada göstərin. Üzərində belə kitabçığı çıxır. Yəni qeyd edim ki, mən pul verməmişəm, yəni ki, pulsuz şəkildə gəlir. Aflita proqramından qazandığımız ödənişlərlə almışıq. Əslində çox şey almışam. Prosto bu videoda bunları göstərəcəm, hissə göstərəcəm. Bu da bu şəkildə qırmızı rəngdə gəlir, bu işıqda. Baxın, gördüyünüz kimi qırmızı rəngli lampamızdır. Məncə, şəxsi fikrimcə, burada fərqli voltajlar yazır. Yəni ki, bu 220 voltla işləyər da, yəqin ki. Hə, burada yazır 265 voltla. İndi bir dənə bunu mən softboxuma qoşum. Yəni, bu göy rəngdə olacaq. Baxaq görün, bu necə olur, yəni rəngi necədir, effekt necədir, onun üçün sizlərə göstərək.
Dostlar, belə bir işığı var. Göy şəkildə işıq verir. Bir dənə burada mənim fərqli işıqlarım varsa bağlayın, baxın. Yəni o qədər də güclü işığı yoxdur açıqcası. Yəni ki, nə yalan deyim. Düzdür, qiyməti çox ucuzdur. Bunu mən düzdür softbox-a quraşdırmışam, amma hər hansısa bir lüstr kimi bölməyə quraşdırsanız bəlkə daha effektiv olar. Yəni ki, belə arxa planda göstərim, işıq vurduğu planı göstərim dostlar. Baxın, yəni ki, o qədər də pis deyil, amma çox güclü deyil. Yəni qırmızının da var, qırmızısı da ki eynidir. Yəni onun üçün göstərməyə ehtiyac yoxdur. Bir digər məhsulumuz isə belə bir qutuda maraqlı bir məhsuldur. Bundan əslində əvvəlki videolarda göstərmişdim. İtləri qovalamaq üçün, yəni ki, təhlükəsizlik üçün belə bir aparatdır. Gördüyünüz kimi. Bunun əslində bizim kanalımızda videosu var. İmenini bundan yox, amma bunun fərqli versiyasının kanalımızda videosu var dostlar. Yəni ki, orada test etmişik. Yəni ki, itlərdə necə reaksiya verir, bunu da test etmişik. Yəni bu videoda sadəcə məhsulu göstərəcək. Həmin necə istifadə olunur, yəni ki, həqiqətən işə yarayır, yaramırmı? Onun da videosunu siz kanalda tapa bilərsiniz. Yəni hamısı eyni məntiqdə işləyir, sadəcə bu fərqlidir. Baxın, qutumuzu açaq, baxaq görüm içərisindən nələr çıxır. Bu həmin məhsulların yəni ki, kanalı olan versiyasıdır. Qiymətini də ekrana əlavə etmişik dostlar. Yəni ki, hamısı qiyməti ekranda əlavə olunub. Belə bir Type-C kabeli gəlir zaryadkaya qoymaq üçün. Yəni ki, Type-C kabeli gəlir. Və məhsulumuzun özüdür. Belə məhsulumuzdur. Gördüyünüz kimi kameradan da göstərim. Açıqcası ağırlığı düzdür. O qədər də ağır deyil. Yəni ki, çox plasmas effekti verir. Yəni bu məhsullar adətən ucuz olduğu üçün çox da keyfiyyət gözləməyin, amma həqiqətən də itlərin üzərində işə yarayır. Yəni bu məhsulun mən sizə məlumat verim. Yəni burada heyvansevər izləyicilərimiz də olacaq. İtlərə hər hansısa bir ziyan vurmur. Yəni ki, təhlükəli küçə itlərini uzaqlaşdırmaq üçün istifadə olunur. Yəni bu şəkildə səs var. Kamerada bir də göstərim sizə. Baxın. Yəni bunda digərindən fərqli odur ki, bunda işıqla bir yerdə istifadə olunur. Burada arxasında işığı var. Burada sadəcə işıq qoşa bilərsiniz. Burada bir kərə bassınız, belə fənəri var. Fənər şəklində istifadə edə bilirsiniz və bir də səsinə qulaq asın dostlar, baxın. Belə səsi var. Yəni bu səs itləri uzaqlaşdırmaq üçündür. Yəni ki, bunun məntiqi bu şəkildə. Burada da kitabçasında var istifadə qaydası və nə işə yarayır, hamısını göstərib. Bunu bu videoda mən test eləməyəcəm, amma test etdiyim videonu açıqlamalara əlavə etmişəm. Həmin videonu izləyə bilərsiniz. Sırf bu iti qovalalayan məhsulun istifadə qaydası və real testi mövcuddur. Bu şəkildə bir məhsulumuz da budur. Keçək digər məhsulumuza dostlar. Burada əslində axırıncı məhsulumuzdur. Yəni kiçik məhsuldur. O qədər qiyməti çox ucuz olan məhsullardır. Belə bir məhsul almışıq. Yəni bu kleydir. Güclü kley olduğunu iddia olunur. Yəni ki, hansı ki siz ayaqqabı yapışdıra bilərsiniz buna və ya da fərqli bir yəni ki məhsulları yapışdıra bilərsiniz. Belə bir məhsuldur. İndi bunu baxaq görüm həqiqətən işə yarayır yoxsa yaramır. Kleydir, yəni güclü kley olduğunu deyilir, açıqlamalarına yazılıb. Baxın belə. Bir də ki dostlar, burada mən qeyd edeyim, bəzi istifadəçilərimiz yanlış anlaşılma olur. Elə bilir ki, mən burada Temu məhsullarını satıram, gəlib mən burada reklam eləyirəm. Dostlar, burada reklam yoxdur. Yəni mən burada məhsulları alıram, özüm üçün istifadə edirəm. Bəyəndiyimi deyirəm, bəyəndim, bəyənmədiyimi deyirəm, bəyənmirəm. Yəni oradakı satıcıların mənim aramda heç bir əlaqə yoxdur. Sadəcə burada faydalı videolar çəkirik. Bəyəndiyimiz məhsulları deyirik, bəyəndik, bəyənmədiyimizi deyirik, bəyənmədik. Yəni ki, heç bir halda, heç bir Temu'na, yəni hər hansı bir məhsulunu biz reklam eləmirik, əməkdaşlıq eləmirik, amma Aflito proqramı o tamamilə fərqli bir şeydir. Yəni ki, hansı ki sizin linklərdən istifadəçilər məhsul alır və o məhsula görə sənə komissiya verilir. Amma mən tutub ki, burada o Temu'nun məhsullarını gəlib reklam eləmirəm, qeyd edeyim burada. Bunu da ki demiş olaq. Deməli, içərisindən bir də fərqli şəkildə belə bu adətən nə işə yarayır? Yəni bu
Yəni ki, kley sürtməmişdən əvvəl istifadə olunur. Yəqin ki, mən elə bilirəm. Belə. Bir də kleyimizin özüdür. Bununla mən nə yoxlaya bilərəm? Baxın, bu qutuların hansısa birini yoxlamaq olar. Onsuz da istifadə qaydasıdır. Baxaq görək burada işə yarayacaqmı? Hansısa bir qutunun üzərində yapışdırıb yoxlamaq istəyirəm. Yəni ki, nə kimi effekt verir? Məsələn, bu məhsulu buraya yapışdırıb baxaq görək nə olur. Belə açılır. İynəsi var. Açan kimi də dağılmağa başladı. Məhsulu kley. Biz kameradan yaxından da göstərmək istəyirəm. Baxın. Amma çox pis iyi var dostlar. Həqiqətən çox pis iyi var. Yəni bunu istifadə eləməmişdən qabaq ehtiyatlı olun. Yəni ki, hər hansısa bir buraya yapışdıraq. Baxaq görək nə effekt verəcək. Baxın, bu şəkildə yapışdırdım, əlimi buraxdım. İndi bu ola bilər ki, bu kağızı daha çox yapışdırmır. Nəmin indi başqa şeylərdə də yoxlaya bilərik. Yəni o uzun müddətdə də yapışa bilər. Ola bilər ki, uzun müddətdə də yapışır. Yəni biraz gözləyək, baxaq görün dostlar nə effekt verir. Həqiqətən yapışdırırmı, yapışdırmırmı? Bilmirəm, indi görək mənə nə effekt verəcək. Yəni belə. Düzdür, mən üzərinə kleyi vurduqda yapışmış kimi hissi verdi. Amma ola bilər ki, bəlkə də bir müddət gözləməliyik. Amma yəni marketdən aldığımız o super kleylər var, sırazı yapışdırır. Onun kimi bir şey deyil da. Yəni mən bunu vurdum, indi gözləyirəm, asası sırazı yapışdırmır. Ola bilər ki, bir müddət gözləyə bilərsiniz. Biz videoda olduğumuz üçün çox gözləyə bilmirik. Yəni dostlar, indi siz alıb yəni 2 saat, 3 saat gözləyə bilərsiniz, amma o saat yapışdırım söhbət deyil. Yəni açıqcası mən bunu çox bəyənmədim açıqcası. Yəni buna pul verməkdənsə, hansı ki burada mağazada satılan kleylərdən alıb istifadə etsəz ondan yaxşıdır. Qiyməti də yəni o qədər baha deyil, ekrana əlavə etmişəm. Amma yəni ki bunu alım, gözləyim 10 gün gəlsin, nəyisə yapışdıracağam. Yəni ki məncə sifariş verməyin dəymir. Düzdür, mən bunu yapışdırdım, baxın. Yəni əlimlə qopartmaq istəyirəm, baxın dostlar, baxın. Sırazı qopdu. Ola bilər yenə deyirəm, çox gözləməli olasınız. Bəlkə onda effekt verir. Amma yəni ki məncə o effekt verən bir şeyə oxşamır dostlar. Yəni bu məhsulu almağa dəymir məncə bu şəkildə. Yəni mən bəyənmədim məhsulu. Bəlkə istifadə qaydasını bilmirəm, amma məhsul bu şəkildədir. Yəni məhsulumuz budur. Başqa da bir şey yoxdur dostlar, bu şəkildə. Dostlar, məhsullarımız bu şəkildə idi. Fərqli bir məhsul yoxdur. Yenə əlimə keçdikcə Temudan və ya Taobao-dan sifariş verdiyim məhsulları sizlər üçün göstərməyə çalışacağam. Bizim kanalımızı izləyirsiniz. Sizlərə çox təşəkkür edirəm. Həqiqətən bu videoları çəkərkən çox əziyyətlər çəkirik. Yəni ki, bu videolar asan başa gəlmir dostlar. Sizdən xahişim bizim kanalımıza dəstək olmaq. Abunəmiz çox azdır dostlar. Həqiqətən çox azdır. Yəni kanalımızı takib edin, bizə abunə olun. Yəni bildirimləri aktiv edin ki, belə faydalı videolar gəldikdə birbaşa sizə bildirim getsin. Yəni həmin videoları izləyə biləsiniz. Təqdim etdiyi Fikirli kanalı.